Herkese salam dostlar, YouTube kanalımıza hoş gəlmisiniz. Bugün sizə evdə məşq eləmək üçün növbəti boks proqramı verəcəm. Həm boksu öyrənin, həm formaya düşün, həm arıqlayın, artıq çəkiniz varsa geçsin. Bildiyiniz kimi bizdə çox insanın xəbəri yoxdur, amma boks kimi gözəl arıqladan, formaya salan şey yoxdur insanı. Yəni fitnessə gedib, mən fitnesi istəmirəm, fitnes də lazımdır. Ancaq əgər probleminiz artıq çəkidirsə, formaya düşməkdirsə, mütləq boksa gəlin. Düzdür, çoxu qorxur ki, gedərəm boksa, burnum qırılar, amma bu mifdir. Yəni, gələn kimi sizi nə ringə salırlar, məşqin gedişatında da ringə çıxmaya da bilərsiniz. Bu sizin öz seçiminizdir. Boksda 1000 dənə məşq növü var. Yəni, gəlib raziminka eləyirsiniz, isinmə hərəkətləri eləyirsiniz, sonra pırqılka, ip atlıda tullanırıq, sonra boks məktəbi, əsas birinci məsələ boks məktəbini öyrənirik. Boks məktəbi öyrənəndən sonra əlcəklərdə işləyirik, cütlərdə yüngül tapşırıqla işləyirik, kisədə işləyirik. Yəni, 1000 dənə məşq növü var boksda. O, bizdə düzdür, təsəvvür var ki, gələn kimi vurub burnu qırırlar, boş söhbətdir. Gəlin, rahatlıqla gəlin boks məşqlərinə və formaya düşün. İndi isə sizə evdə eləməyə bir məşq proqramı verəcəm. Həm təkmilləşdirin boks bazanızı, həm də qəşəng formaya düşün. Getdik. İlk öncə onu deyim ki, boksda, istənilən idmanda belədir, boksda da çox vacib şeydir ki, məşqə başlamamışdan əvvəl isim hərəkətlərini mütləq eləməlisən. İsim hərəkətlərini mən qısa şəkildə hər birini 1 saniyə, 2 saniyə olaraq göstərəcəm ki, bu hərəkətləri mütləq 10-15 təkrar eləyin ki, məşqin gedişatında zədə almayasınız. Birinci biləkləri qızışdırırıq, sonra dirsəklərdən qolu bu şəkildə fırladırıq qabağa, sonra əksinə, sonra çiyinləri. Çiyinlər çox vacibdir. Çiyinləri mütləq hər məşqdən əvvəl yaxşı-yaxşı qızışdırın. Sonra qolu yuxarı hərəkət elətdirin, sonra yanlara hərəkət elətdirin, sonra beli mütləq və mütləq, bunu xüsusi olaraq qeyd edirəm, həm çiyinləri, həm beli mütləq şəkildə yaxşı-yaxşı qızışdırın, həm qabağa, həm arxaya. Sonra əyilin bu şəkildə qabağa, arxaya ki, beliniz daha da qızışsın, sonra sola, sağa. Mütləq bu isinmə hərəkətlərini eləyin, ayaqları qızışdırın, dizləri qızışdırın. Həm indi vaxt çox getməsin deyə mən hər birini 1 saniyə, 2 saniyə göstərirəm. Hər birini bir tərəfə və əksinə doğru hərəkət elətdirin. Sonra ayaqları açın, ayaqları açdıq, yanlara doğru, qabağa doğru və bundan sonra nə edirik? Bundan sonraki mərhələdə artıq ipatlı eləməliyik. Yəni, ipatlı yoxdursa, yerinizdə bu şəkildə 3 dəqiqə dayanmadan tullana da bilərsiniz. Bu da qızışmağa çox kömək edir. Həm də ipatlı boksda koordinasiya, ayaqların sürəti üçün də çox vacibdir. İndi bunu növbəti videolarda daha geniş izah eləyəcəm. Bunu da mütləq eləyin. İpatlını eləyəndən sonra artıq nə edirik? Birinci raund, ilk 3 dəqiqə bu şəkildə göstərim ki, daha da aydın olsun. Dayanmadan yerimizdə addımsız ceb zərbə atırıq. 3 dəqiqə dayanmadan. Bədəni biraz döndəririk. Döyüş duruşu bu şəkildə olmalıdır. Yəni, frontal duruş nə cür olmalıdır onu göstərmişəm əvvəlki videolarda. İndi döyüş duruşunu göstərirəm. Döyüş duruşu deməli, ayaqları birləşdirin, 45 dərəcə sağa dönün. Yəni, bu şəkildə dayana bilərsiniz. Ayaqlar çiyin bərabər olmalıdır. Yan dayanırıq. Çiyinlər də ayaqlara paralel. Yəni, yan dayanırıq bu şəkildə. Və indi yerimizdə dayanmadan 3 ceb vuracağıq. Başlanğıc üçün 2 dəqiqə də eləyə bilərsiniz bunu. 1, 2, yəni bu şəkildə 3 dəqiqə işləyirik. 3 dəqiqə eləyəndən sonra bunu jim eləyirik. 10 dənə jim eləyirik. Deməli dostlar, keçirik ikinci raunda, birinci raundu elədik, jim elədik, sonra 1 dəqiqə, dəqiqə yarım dincəlin, başlanğıc üçün 2 dəqiqə də dincələ bilərsiniz. Dayanırıq yenə döyüş duruşunda və yaxud ki vəziyyətdə, üzü bu tərəfə göstərirəm ki, sağ əlim tam aydın görünsün. Dayanırıq döyüş duruşunda, dayanmadan, elə bu tempdə vursanız bəsdir, təzə başlayanlar. Dayanmadan sağ əllə düz zərbə vururuq. Dayanmadan bunu eləyəndən sonra yenə 10 dənə jim eləyirsiniz. İndi mən burada eləmirəm, siz özünüz məşq prosesində eləyərsiniz. Bunu eləyəndən sonra da yenə 1 dəqiqə, dəqiqə yarım lap, əgər tam bərpa olmamışsınızsa 2 dəqiqə dincəlirik. 2 dəqiqə dincəldik, 1 dəqiqə də olar, dəqiqə yarımda 2 dəqiqə. Dediyim kimi, baxın öz orqanizminizə, bərpa olma müddətinizə baxın. Maksimum 2 dəqiqə dincəlin. 3-cü raundda artıq keçirik. Həm
C yenə yerimizdə addımsız C vururuq, cross vururuq. Yenə döyüş duruşunu həmişə düzgün şəkildə alın. Yəni ayaqlarınıza, çiyinlərinizə baxın ki, döyüş duruşunuz həmişə düzgün şəkildə olsun. Bu çox vacibdir. Bu balansınız üçün, zərbəni düzgün icra eləməyiniz üçün, zərbənin qüvvətli alınması üçün bu çox vacibdir. Ona görə döyüş duruşunu həmişə düzgün şəkildə alırıq və 3-cü raundda başlayırıq dayanmadan həm sol, həm sağ düz zərbələr vurmağa. Bu tempdə vursanız bəsdir. Yəni gördünüz ki, bu sizi yormur, yaxşı bərpa olunursunuz və yaxud biraz bazanız var, tempi artıra da bilərsiniz. Dayanmadan 3 dəqiqədə bunu işləyirik. Yenə təbii ki, raundun sonunda 10 dənə jim eləyirik. Bu göstərdiyim ikinci mərhələni artıq 2 raund işləyirik. Ümumi məşqimiz olur, sırf zərbə olan hissəsi 4 raund təşkil edir. Başlanğıc üçün bunu eləyin kifayətdir. Sonda isə təbii ki, pres hərəkətlərini eləyin, dartınma hərəkətlərini eləyin. Buna aid təbii ki, ayrıca bir video həsr eləyəcəm. Dartınma hərəkətlərini necə stretching deyirlər də buna, necə icra eləmək lazımdır məşqdən sonraki, yaxşı bədən bərpa olsun, sonra oynaq əzələ ağrıları az olsun. Düzdür, məşqə birinci dəfə başlayırsınızsa əzələləriniz xamlayacaq, ağrılar olacaq, amma bu dartınma hərəkətlərini, stretching hərəkətlərini mütləq eləyin ki, ağrılar daha az olsun, əzələləriniz daha tez bərpa olunsun. Belə dostlar, videonu diqqətlə izləyin və videonu izləyə-izləyə də eləyə bilərsiniz məşqi. Yəni, səsə qulaq asasa, mənim dediyim tapşırıqları birə-bir təkrarlayın. Və bu siz üçün əminəm ki, faydalı olacaq. Əminəm yox, 100% faydalı olacaq. Yəni, əmin olmaqla 100% elə eyni şey oldu. Yəni, 100% faydalı olacaq sizin üçün. Videonun bu yerinə gəldinizsə, məşqi bura qədər elədinizsə, videonu like eləməyi və kanalımıza abunə olmağı unutmayın. Bu bizim üçün böyük dəstəkdir. Qoy hamının qabağına çıxsın və faydalanmaq istəyən hər kəs faydalansın. Təşəkkür edirəm sizə. Növbəti videolarda görüşərik.